Quranda göylərin və yerin 6 gündə yaradılması ifadəsi çox vaxt insanı yanlış nəticəyə aparır. İnsan gün sözünü eşidən kimi onu öz yaşadığı zaman ölçüsü ilə eyniləşdirir. Halbuki bu anlayışın özü artıq məhduddur. Çünki zaman anlayışı yerə bağlıdır və yer yaradılışın içində olan bir mərhələdir. Əllamə Təbətəbai izah edərkən deyirdi ki, bu termin hər zaman 24 saatlıq zaman anlamını daşımır. Qur'anın başqa yerlərində də bir günün 1000 ilə, hətta daha uzun müddətlərə bərabər olduğu ifadə edilir. Bu o deməkdir ki, gün sadəcə zaman ölçüsü yox, mərhələ və ya varlıq sisteminin bir pilləsi kimi işlədilir. Əgər bu ifadəni zahiri şəkildə qəbul edib Allah 6 gündə işini tamamladı kimi başa düşsək, bu artıq ilahi fəaliyyətə insani məhdudiyyət yükləmək olardı. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, yaradılışın mərhələli olması təsadüfi deyil. Əgər varlıq birdən-birə səbəb-nəticə əlaqəsi olmadan yaranmış olsaydı, onda kainatda müşahidə etdiyimiz nizam, ardıcıllıq və inkişaf anlayışı mənasını itirərdi. Yəni Qur'an kosmologiyanı elmi terminlərlə yox, amma mahiyyət etibarilə doğru bir çərçivə ilə təqdim edir. Ayətullah Həsənzadə Amili qeyd edirdi ki, varlıq bir anda ortaya çıxan bir şey deyil. Allahın varlığının mərhələ-mərhələ təcəllisidir. Bu mərhələlər maddədən əvvəlki səviyyələrdən başlayaraq maddi aləmə, oradan isə həyat və şuur mərhələsinə qədər uzanan bir prosesdir. Qur'an qiyaməti belə təqdim edir. Yer titrədiyi zaman öz şiddətli titrəməsi ilə titrəyəcək. Digər ayədə isə sur üfürülər və göylərdə və yerdə olanların hamısı yıxılıb düşər. Əllamə Təbətəbai Əl-Mizan təfsirində qeyd edirdi ki, sur mütləq şəkildə bildiyimiz kimi fiziki alət anlaşılmamalıdır. Bu ilahi əmrin kainata yönəlməsi və mövcud nizamın dəyişməsi deməkdir. Yəni Allah bir mərhələdə varlığı bu şəkildə saxlayır, başqa bir mərhələdə isə onu başqa formaya keçirir. İrfan alimləri deyir ki, İsrafil adlı mələk müstəqil güc sahibi deyil, ilahi iradənin vasitəsidir. Yəni Allahın əmri onun vasitəsilə təcəlli edir. Əllamə Qazi və onun yolunu davam etdirən ariflər deyir ki, insan qiyamətdə yalnız zahiri gözlə yox, batini idraçla görəcək. Yəni bu dünyada görünməyən varlıqlar o aləmdə idrak ediləcək. Əllamə Təbətəbai qiyamət haqqında izah edirdi ki, dünya yox olub başqa bir dünya qurulmur. Əksinə bu dünya öz həqiqi üzünü göstərir. O deyirdi ki, insan bu dünyada gördüyü hər şeyi zahir səviyyəsində görür. Amma qiyamətdə həmin şeylərin batini, yəni daxili mahiyyəti aşkar olur. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, biz zaman daxilində yaşayırıq və hər şeyi keçmiş, indiki, gələcək kimi görürük. Qiyamət isə elə bir mərhələdir ki, bu ardıcıllıq aradan qalxır və insan həqiqəti birbaşa və bütöv şəkildə dərk edir. İrfan baxışında insan öləndə onun qiyaməti başlayır. Hər insanın özünə aid bir qiyaməti var. Yəni sən bu dünyadan köçdüyün anda sənin üçün pərdə qalxır və sən öz həqiqətinlə üzləşirsən. Ayətullah Behçət ağa insanın qiyamətini onun daxilində görürdü. O deyirdi ki, insan öz qəlbini təmizlədikcə qiyamətin həqiqətini bu dünyada da hiss edə bilər. Bəzən videolarda gördüyümüz asteroidlərin gəlməsi və dünyanın partlaması kimi təsəvvürlərə gəlincə isə bunlar mümkündür. Amma İrfan alimləri deyir ki, bu cür təsvirlər əsas məsələ deyil. Çünki qiyamətin mahiyyəti təkcə fiziki dağıntıdan ibarət deyil. Əsas olan budur ki, varlığın indiki nizamı dəyişir və insan öz əməlinin həqiqəti ilə üz-üzə qalır. Qur'an da təsdiq edir. O gün insan öz etdiklərini hazır görəcək.